Qəbirdə sənə soruşulmayacaq ki, filankəsin xətalarını niyə tapmadın, niyə axtarmadın, niyə düzəltmədin. Yaxşı işdir, yaxşı amildir. Amma nə, sən özünü boş-boşuna burax belə, dilini boş-boşuna burax belə, qulağını boş-boşuna burax belə, get başqa cəmaatın neyinə? Eyiblərini axtar. Eyiblərini axtar ailəsində və yaxud da ki, övladlarında, özündə. Bu yanı heç də möminə, müsəlmana, xüsusən də ki, özünü sələfə nisbət edən insanlara heç yaraşmaz. Olmaz, Allaha sığının, qardaşlar. Budur, dua eləyin. Əgər o da xəstəlikdir bir. Əgər o şey giribsə, daxil olubsa sizin qəlbinizdə, dua eləyin ki, Allah subhanahu ondan sizi uzaqlaşdırsın. Allah sizi yəni onu çıxarsın qəlbinizdən. Xəstəlikdir. Vallahi insan görsən ki, sakit dura bilmir. Axtarırlar. Filan kəs, bəhmən kəs, o buradan getir, buradan düşdü. Ay subhanallah. Necə olar belə olar, qardaş? Bu heç yəni əslən bizim urfumuzla görsən belə, yəni kişi işi deyil. Dindən aydındır, haramdır. Urfdan görsən, bunlar qadın işləri olubdur. Yəni belə də əslən bizdə məsələn bəlli olub ki, bu qadın işidir. Yəni onun bunun dalından danışmaq, onun bunu araşdırmaq, belə söz gəzdirmək. Kişiyə yanaşan bir şey deyil. O ki, qaldı bir mömin qul olsun. Allaha yəni tam şəkildə boyun əyən və sonra da ki, özünü sələfə nisbət edən belə şeylərlə məşğul olsun.